Şeytanı gərək tanıyaq ki, dindarlığımız asanlaşsın. Namaz vaxtı onu yadva sal. Vəsvəsəsi düz namazın yanında. Yaxşı iş görməyə başlayanda hiss elə onun nəfəsini. Gəlib mane olmağa. O sizin açıq, aşkar düşməninizdir. Necə düşmənçilik eləyir o? Əvvəl səni təpədən dırnağa öyrənir. Öyrənir səni. Sən kimsən? Təhlil edir də səninlə məşğul, təhlil edir. Səbr edir, sənin zəif nöqtələri öyrənir. Psixologiya sahəsində də elmi dərəcəsi var. Əməli başlı məşğul olub bu sahə ilə. Psixoloqdur, insan tanıyır. Baxır, görür ki, sən biraz narahatsan. Mən metodunu deyim sizə. Görürsən, biraz narahatsan, narahatçılığı artırır, eləyir ümidsizlik. İndi olur da adam biraz narahatdır. Gəlir, yapışır ondan, artırır, çevirir, eləyir ümidsizlik. Biri biraz şaddır, ümidi vardır. İnşallah Allah məni bağışlayacaq, gəlir, o ümidi böyüdür, aparır həyasızlıq. Ay, mən neynəmişəm, yavaş-yavaş belə olur. Bax, tonu dəyişir. Əvvəl dedi, inşallah Allah məni bağışlayar, gördü bir sevinç halı, yaxşı hal. Onu aparır ifrata, o həddə çatdırır ki, deyirsən, əşya ilə mən nə istəsəm eləyə bilərəm. Bu, belə bir rəftar edir. Namərd düşmən. Münacat edirsən təvazökarcasına. Deyirsən ki, mən günahkaram. Həqiqətən deyirsən, mən günahkaram, mənim günahım çoxdur filan. Gəlir, neynir? Gəlir, deyir, fitilini artırır. Mən nə üzlə gəlməm ümumiyyətlə Allahın qapısına? Birdən artırdı, vəssalam, gəlmə Allahın qapısına. Bu halını çevirdi, elədi, yəs, məyusluq, ümidsizlik. Çəkilirsən, gəlir üstünə gedirsən, qaçır. Buradan qovursan, oradan gəlir. Oradan qovursan, buradan gəlir. Bax, belə bir üzdü düşməndir. Və məsələn, birindən biraz incillik düşüb rəhvə. Gəlir sənin üçün bir məntiqi silsilə, fikirlər düzəldir, başlayır təhlil eləməyə, deyirsən, elə bunun nə ki, fikir vermədiyim şeyləri var da, gətirir, yadıva salır, əlaqələndirir sənin üçün gözəl, doğrudan da elə olur ki, elə bil imtihan üçün, təsadüfən belə olur, qəribədir. Elə bil üst-üstə düşür. Balaca görür ki, incilliyi var, onu kinə, düşmənçiliyə çevirməyincə əl çəkmir. Özdə qəşəng düzəldir sənin üçün. O gün bax, o sözü onun üçün demişdi, heç onun üçün deməmişdi. Elə də gətirir, dəqiq bilirsən ki, elə bil onun üçün demişdi. Filan söz, mənə söz atırdı. Bilirəm də belə oldu, bilirəm də dayı da inandırır səni, inandırır. Elə bir şey yaradır ki, elə bir əvvəldən planlaşdırmışdı. Nə var, bir an sənin ürəyivə inciliyi düşdü, kiminsə inciliyi. Deyir, ona görə dərhal çıxar ürəyində. Qalmasın ki, kinə çevriləcək.